Sen şiirler yaz yine. Sen yaxşı şair olacaqsan. Ne yaxşı yazmışsan. Belə həmi imkan verirəm ki, məni həvəsləndirirdi. Sən belə düzünlük bir şey. 1914 bu aralarda mən şeirə başlamışam. Salam, hamınızı şəxsiyyət vəsiqəsi verilişində salamlayıram. Azərbaycan ictimai həyatında son vaxtlar çox qəribə bir hadisə baş verib. Xalq şairi, xalq yazarı adı uğrunda heç bir tartışma getmir. Bu adı çoxdandır kiçik istisnalarla, cüzi istisnalarla kimsəyə vermirlər. Heç deyəsən can atan da yoxdur bu ada. Halbuki xalq artisti adına görə pərdə arxasında, pərdə önündə qan su yerinə axır. Ancaq xalq şairi anlayışına kimsə nə yə durmaq istəyir, nə də bu adı elə verirlər. Doğrudan nədir xalq şairi anlayışı? Keçmiş xalq şairlərinə də münasibət bir mənalı deyil. Onların neftə, pambığa şeir yazmağını müasir nəsil nümayəndələri bağışlamaq istəmirlər. Vaxtilə bax bu söhbət, pambıq söhbəti bir dəfə Əlağa Vahidə də deyilir. Verilişimizin əvvəlində biz məhz onun səsi ilə sizi tanış etdik. Deyirlər ki, Əlağa, bəs bu yaltaqlıq nə vaxt bitəcək? Əlağa deyir ki, pambıq bitəndə. İndi vəziyyət də elədir ki, biz gözümüzü açdıq, gördük ki, pambıq da bitdi, Sovet hökuməti də getdi. Xalq yazıçıları dövrü də, xalq yazarları dövrü də arxada qaldı. Bax, indi fikirləşirik, xalq şairi axı kimdir? Kimdir xalq şairi? Mənim gözümdə xalq şairi Əlağa Vahiddir. Halbuki bu adı onda yox idi. Düzdür, vəfat etdikdə o xalqın çiğimləri üzərində fəxri xiyabana getdi. Bununla da sübut etdi ki, əsl xalq şairi elə odur. O adı alanlar deyil. Bunun üçün də bax, biz bugün bu mövzunu ortaya atmışıq. Əlağa Vahid kimdir o? Xalq şairidirmi? Yoxsa? Yaxşı, ilk sualımız belə olacaq. Kimdir o? Əlağa Vahid. Arif müəllim, siz nə deyərdiniz? Mən də sizin dediyiniz fikrə qatılıram və zənnimcə 20-ci əsr Azərbaycan ədəbiyyatının böyük şairlərindən biri və eyni zamanda əruz ölçülü ədəbiyyatın bugünə körpüsü. Çox gözəl. Firudun bəy, siz? Məncə Əlağa Vahid qırılmış, Sovet dövründə qırılmış zəncirin, yəni qızıl zəncirin ən gözəl bəndidir ki, bizi klasik ədəbiyyatla bağlaya bildi. Çünki Sovet dövründə o bənd qırılmışdı. Eyni zamanda Füzulinin qoyduğu yolla da getdi. Füzuli tərcümə də eləyib, Əlağa Vahid də tərcümə eləyib. Füzuli qəzəl də yazıb, o da yazıb. Düzdür, Füzulinin poemaları var, Füzulinin fəlsəfi görüşləri var, amma Əlağanın ömrü və görünür ki, yetərincə olmadı ki, Füzulinin o ənənələrini də davam eləsə, amma kifayət qədər çoxluca Füzulidən, Seyid Əzimdən bizə... Oldu. Yeni nəslin, yeni şairləri görək bu suala necə cavab verəcək? Sevinç xanım, siz Əlağa Vahid barəsində nə deyərdiniz? Xalq şairi yoxsa xalqın şairi? Biraz mübahisəli səslənsə də, dövrü üçün underground. Yəni xərabət əhli. Gəl öz dilimizdə danışaq. Yaşadığı dövrdə qəzəlləri xalqın sevimlisi olan, amma hazırki dövrdə məclislərdə müğənnilərin muğam, qəzəl üstündə oxuduğu, yəni onun qəzəllərini oxuyurlar muğam üstündə. Yəni məclislərdə ancaq bu səslənir, belə deyə bilərəm. Yəni bu xalqın sevimlisidir, bugün də o söz deyə bilməyəcəm. Füzuli yadigarı sözündən də qətiyyən razı deyiləm. Bunun üçün də kifayət qədər arqumentlərim var. Yaxşı. Siz, Akşin Yenisi? Mənim düşüncəmə görə Əlağa Vahid bizim milli hippimizdir. Və bunu da yəqin ki verilişi... Yox, dərviş deyil, hə? Dərvişlikdə biraz ideoloji məqamlar çox azdır dərvişlikdə. Amma hippilər sırf, belə deyək də, ictimai, siyasi bir hərəkatdır. Ona görə mən hesab edirəm ki, Əlağa Vahid bizim milli hippimizdir və veriliş boyunca öz fikrimi izah eləməyə çalışır. Azərbaycan qəzəlinin 3 sütunu var. Bunun da ən belə sonuncusu Əlağa Vahiddir. Bu fikirlə razısan? Mən sözün açığı bu şifahi xalq ədəbiyyatının və yaxud bu əruz ədəbiyyatını o qədər də sevmədiyimə görə
araşdırmamışam və mənim bildiyimə görə, araşdırdığım, oxuduğum məlumata görə bunu deyə bilərəm ki, mənə elə gəlir ki, Əliağa Vahid qəzəli sadəcə fitri istedad hesabına yazıb. Yəni qəzəlin nəzəriyyəsindən, əruzun nəzəriyyəsindən o qədər də xəbərdar olmayıb. Ona görə də məsələn Əliağa Vahidin qəzəllərində cəmsi 200-300 sözdən istifadə olunur. Halbuki Füzulinin yaradıcılığında siz leksikasına baxsaz görərsiniz ki, orada nə qədər belə deyək də leksikoloji mənada zəngin bir dil var orada. Ümumiyyətlə götürəndə Əliağa Vahid özündən sonraki nəsil üçün də çox bəsit bir dil qoyub gedib. Yəni bəsit yaradıcılıq dili qoyub gedib. Mən düşünmürəm ki, tutaq ki, siz dediyiniz kimi, məsələn, Nəsimi kimi və yaxud elə Seyid Əzmin özü kimi. Seyid Əzim 26 il, belə deyək, orta şərqdə təhsil almış adam idi. İndi ruhaniyyət təhsili də alsa, baxmayaraq bunun yanında ədəbiyyat, digər incəsənətin digər sahələrindən xəbəri var idi. Amma Əliağa Vahid yaradıcılığı haqqında axı biz Nəsimi kimi danışa bilmərik, Füzuli kimi danışa bilmərik. Amma qaldı ki, mən istəməzdim ki, bizim verilişimiz sadəcə Əliağa Vahidin 100-200 sözdən ibarət və qəzəlləri üzərində qurulsun. Bu daha bir ictimai fakt kimi biz buna yanaşsaq və xalqa da çatdırsaq, o daha yaxşı olur. Çox qəribə bir hadisə baş verir bizim poeziyamızda. Son dövrlər əruz vəznində olan şairlər irəli atılıblar, sayca çoxdurlar. Eyni halda mən deyə bilərəm ki, digər klassik şeir üslubları çox önə çıxır. Qoşma, gəraylı, sərbəst şeir elə bil kölgədə qalır. Milli xalq məclislərində biz Əliağa Vahid şeirinin önə çıxdığını görürük. Sizcə Arif bəy, bu nə ilə bağlıdır? O əruz vəznini sevən insanın seçimidir. Şeir, yaradıcılıq ümumiyyətlə bir bazara çıxarılmış bir mal kimi bir şeydir. Yəni onun alıcısı kim hansını seçir onu da alır. Amma o çərçivələr sındığına görə bəlkə o rejim, Sovet dövrünün çərçivələri, əruzun o kölgədə qaldığı dövrlər və əruz deyəndə təkcə əruzu nəzərə tutmam. Klassik ədəbiyyatı, klassik deyim tərzini, klassik yaradıcılığı nəzərə tuturam. Bütün bunlar kölgədə qaldığına görə birdən-birə o işığa çıxanda təbii ki, onun üstündə cuman çox alır. Ancaq mən inanmıram ki, o bu qədər bugün populyar olmasına səbəb klassik ədəbiyyatın başa düşülməsidir. Xeyr, mən bununla razı deyiləm. Amma təbii ki, bu olmayan bir şey, az olsa bir mətah ona çox bəha verir Füzuli deyir. İnsanlar biraz tamarzı qalmışdılar bu sənətə, bu yaradıcılığa. Ona görə yəqin ki, həvəs seçim bundandır. Siz razısınız ki, Əliağa Vahid xalqla çox ciddi təmas qura bilib. Birbaşa diyaloq da olub. Bax, bu çox vacib bir məsələdir. Bilirsiniz, o dil məsələsi, bayaq da söhbət olunur, dil məsələsi tamamilə doğru vurğulanır. Füzulinin dili ilə, Seyid Əzmin dili ilə, yəni şeir dili ilə Vahidin dilinin arasında böyle bir fərq var. Ümumiyyətlə, klassik ədəbiyyat 20-ci əsrə qədər xalq üçün deyildi. Yəni o qəzəl xalq üçün deyil, Füzuli xalq üçün yazmırdı onu. Və yaxud Nəsimi, ola bilər ideoloji, daha çox ideoloji tərəfi var idi, onun üçün onun dili nisbətən sadə idi. Amma Xətai şeiri xalq üçün deyildi. Seçilmişlər, əl-xastar üçün yazırdılar. Yox, seçilmiş deyəndə ki, ümumiyyətlə savadı olan insanlar, dünya görüşü olan insanlar ərəqsuz harada cəm olardı? Şah saraylarında, sultanların saraylarında, tacirlər, yəni imkanı, varı dövləti və oxumaq imkanları olan, yoxsa cəmaat ya hərbə döyüşə gedərdi, müharibəyə gedərdi, ya da ki, o kasıbçılığını eləyərdi. O insanlar üçün idi. Və 20-ci əsrdə isə kütləvi savadlanma prosesi başladı, ərəqsuz bizim ölkədə, yəni SSR-də, köhnə SSR-də. Kütləvi savadlanma, xalq hamısı oxuya bilir, yaza bilir və Vahid elə bir o damarı tutdu və o Füzulinin, Seyid Əzimin ruhunu daha bəsit ifadələrlə, daha bəsit ibarələrlə çatdırmağa cəhd elədi. Amma klassik ədəbiyyatın da qanunlarını və qaydalarını qorumaq şərtidir. Rudin bəy, siz nə deyərdiniz? Mən istəyərdim ki, hamımız danışarkən Vahidə lazım olan qiymətini verək birinci növbədə. Əvvəla mən etiraz edirəm ki, onun əvvəl qardaşımız dedi ki, 300 sözü var qəzəldə ümumi yığsa, sonra dedi 100-150, biraz da davam edirsə deyəcəkdə 50-30, biraz deyəcəkdə 10 dənə söz var hələ. Hələ dövr. O dövrdə 30-cu illərdən, Əliağa Vahid 14-cü ildən çap olunmağa başlayıb. Qurtuluş jurnalında birinci dəfə çap olunub qəzəli ilə.
20-ci, 30-cu illərdə dilin təmizliyi üstündə çox böyük kampaniya gedirdi. Ərəb fars sözlərinin dilimizdən çıxarılması yönündə. Ona görə də daşlaşmış o ərəb fars tərkiblərini, sözlərini dildən çıxarmağa məcbur oldu qəzəl yazanda. Amma qəzəli atmadı. Qoşmalar da yazdı, meyxanalar da yazdı. Amma qəzəli təmiz Azərbaycan dilində yazanda istər-istəməz o bədii keyfiyyətlər, o fəlsəfi düşüncə tərzi ki, əsrlərdən bəri formalaşıb gəlirdi, onlarda imtina eləməli oldu. Özü necə dərk eləyirsə, o ruhu yaşatdı. Bu mənada Əliağa Vahidin leksikası da kifayət qədər çoxdur. Bununla məşğul olan alimlərimiz də var. Əliağa Vahidin dilindən yazan alimlərimiz buna qəti etiraz edər. Yəqin ki, mənim dediyimi təsdiq edər olar ki, Əliağa Vahidin dili çox səlis, gözəl və xeyli də zəngindir. Amma heç kəs də ona tələb eləmirdi ki, sən Füzuli ol, yaxud da Seyid Əzim ol. Nə Füzuli, nə Seyid Əzim olmaq olmaz. Çünki onlar var. Əliağa Vahid olmaq da asan deyil. Və ona can atırlar indi də, amma Əliağa Vahid ola bilməzlər. Hər kəsin öz yeri var. Yaxşı, Sevinç xanım, siz necə baxırsınız bir şairə kimi? Siz Əliağa Vahid kimi bir həyat sürmək, məsələn, şairlərin o həyatını qəbul edirsiniz. Məlumdur ki, xalq şairdən xüsusi bir həyat istəyir. Xalq istəyir ki, onun həyatı müəyyən qədər Əliağa Vahidin həyatına bənzəsin. Səsi də o cür xırıltılı olsun, baxışları da o cür əzablı olsun və axırda xalqın kürəkləri üstündə öz son mənzilinə yola salınsın. Vahid elə bil bunların hamısına cavab verirdi. Siz o taleyi, bax siz şairə, o taleyi yaşaya bilərsiniz. Əlbəttə ki, istəmərəm bu taleyi yaşamaq. Ümumiyyətlə bizim xalqın şair obrazı var və məsələn, süslü-püslü bir şairi, bəzəkli bir şairi bəzən şair kimi qəbul edə bilmirlər. Saçı dağınıq, içkili falan belə bir obrazı var o şairin. Biz Vahidin tərcümə halına da baxanda məlum olur ki, Vahid savadlı insan olmayıb. Yəni, onun elmi olmayıb. Və Vahid belə edib, elə edib sözlərini işlədirik. Ancaq mən düşünürəm ki, Vahid bunları bilərək eləməyib. Akşin o məqamda haqlıdır ki, o doğrudan da bunları fitri istedadı ilə edib. Bayaq ki, elə yaxşıdır, fitri istedadla yoxsa bilə-bilə? Təbii ki, 21-ci əsrdə yaşayan bir insan kimi mən deyə bilmərəm ki, elə yaxşıdır. Çünki nə olsun ki, mənim istedadım var, mən onu mütləq bəhrələndirməliyəm elmimlə. İkinci bir məqama toxunmaq istəyirəm. Siz qısqanırsınız, bax siz də şeir yazırsınız, siz qısqanırsınız ki, bax bu gün əruz vəzində yazanlar bir növ qabağa düşüblər. Yox, siz bunu hansı argumentlə deyirsiniz, mən bilmirəm, nəyə əsasən deyirsiniz. Əgər bunu meyxanaya əsasən deyirsinizsə, meyxana bugün qoşma janrında da oxuna bilir, gəraylı üstündə də oxuna bilir və ümumiyyətlə meyxananı, biz əgər ədəbiyyatdan danışırsa, mən meyxananı ciddi ədəbiyyat nümunəsi hesab eləmirəm. Ancaq Əliağa Vahid də meyxana deyib. Əliağa Vahidi də elə meyxananın üst təbəqəsi kimi qəbul edirəm. Ona görə də mən fikirləşirəm ki, onu Füzuli ilə adının yan-yana çəkilməsi mənə biraz Füzulini kiçiltmiş kimi göstərir. Çünki yəni bir kənardan baxan bəzən elə gələ bilər ki, mən bunları havadan sudan danışıram, amma məsələn 18-ci əsr səbki hindi üslubunun araşdırmaçısıyam, ona görə də belə rahat biraz arxayın danışa bilirəm. Məsələn Füzulidə, Nəsimidə bizim axtardığımız şey irfandır, təsavvufdur, daha ilahi şeylərdir, daha ilahi məqamlardır. Amma söhbət Əliağa Vahiddən gedirsə, biz bəsit mövzulardan danışa bilərik. Və ümumiyyətlə mahiyyət etibarilə Əliağa Vahid meyxana janrının... Bu sadəlik lazımdır. Yox, bir şey deyəcəm. Mən bəsit sözündən razı deyiləm. Bəlkə ədəbiyyata bir sadəlik, xalqla bax bu yaxşı bir təmas lazımdır. Həmid, mən bir şey deyəcəm. Deməli, əgər Füzuli sənət üçün sənət deyirdisə, əyani olaraq Əliağa Vahid xalq üçün sənət göstərdi. Tamam. Amma bir ədəbiyyat adamı olaraq, yazar olaraq üst zövqə sahib olduğum üçün belə hesab edirəm. Mən ciddi ədəbiyyat adına sənət üçün sənət qəbul edənlərdənəm deyə Əliağa Vahidi ciddi ədəbiyyat kimi həzm eləyə bilmərəm. Burada Salam Sanrıvan oturmalı idi. Şair o ne üçünsə gəlmədi, cəphəni boş buraxdı. Yük onun üçün də bax sizin qarşı tərəfdə sizin boynunuzda düşür. Siz Akşin bəy nə deyərdiniz? Sadəlikdir Əlağanın xalqla bax təması, canlı təması. Bu müsbətdir yoxsa mənfidir? Biz məktəbi onda Əliağa Vahiddən kənara qoyaq, məktəb, o qəzəl məktəbin deyək də. Sevinç xanımın dediyində bir həqiqət var da. Qəzəl məktəbi şərqdə, xüsusilə Azərbaycan poeziyasında
İrfan məktəbi kimi başa düşülür və irfan mövzularını ifadə eləməkdən ötürü onun özünün leksik tərkibi var irfan məktəbinin. Yəni o mövzuları, məsələn, metafizik bir sevgini Əliağa Vahidin dilində, Əliağa Vahid leksikasında heç cür ifadə eləmək olmaz. O metafizik sevgini, o eşq deyilən məqamı ifadə eləməkdən ötürü irfanın leksikasına müraciət eləmək lazımdır. Məsələn, siz bir şey də, mən yenə də qayıdıram, bayaqki fikrimə qayıdıram ki, biz Əliağa Vahidi daha çox ictimai bir fiqur kimi, o öz dövrünün, belə deyək, parlaq bir nümunəsi kimi müzakirə eləyək, o daha geniş bir, bizim auditoriyamız üçün də, tamaşaçılarımız üçün də maraqlı olacaq. Niyə? Məsələn, Əliağa Vahidlə təqribən Cəfər Cabbarlı eyni vaxtda dünyaya gəliblər. Cəfər Cabbarlı səhv eləmirəmsə 2 yaş Əliağa Vahiddən aşağı doğulub, yəni yaşı azdır. Siz təsəvvür eləyin ki, xanım əfəndi deyir ki, Əliağa Vahid hünər göstərdi, klassik şərq ədəbiyyatının, Füzulinin, Seyid Əzmin Şirvaninin qarşısına çıxdı. Xeyr, o hünəri Cəfər Cabbarlı göstərdi ki, dramaturgiyanı yaratdı. Bu günləri Cəfər Cabbarlının qızıma yazdığı bir şeir var, 21-22 yaşında yazıb. Harvard Universiteti o şeir şərq ədəbiyyatının, xüsusilə Azərbaycan ədəbiyyatının bir incisi kimi öz dərsliklərində tədris eləyir. Aksın, yox, bir dəqiqə bildim, sən mürəkkəb məsələlərdə. Bax, sual başqa idi. Xalqla sadə dildə danışmaq. Bəlkə bu özü çox böyük bir dəyərdir. Yəni, bu bəlkə böyük nöqsan deyil. Sən bayaq onu xippiyə bənzətdin, mən dedim dərvişəm. O xərabət əhli idi, onun bir yaşayışı da bir şeiri idi, onun baxışı da şeiri idi. Bəlkə bu işlərin çox böyük dəyəri var. Mən yenə də deyirəm ki, xalq şairi anlayışı mənim gözümdə bir Əliağa Vahidə aiddir. Mən sizi indi ona gətirdim. Sən xalq şairi olmaq istəyərdin. Xeyr, yəqin ki, mən ona belə deyildi, iddiam da yoxdur. Amma burada bir məsələ var da, mədəniyyəti sadələşdirdikcə biz mədəniyyəti gətirib hara çıxardacaq? Bax, fikir verin, Azərbaycanda tutaq ki, Sovet dövrü vaxtında ən çox, belə deyək, reklam olunan, ondan sonra xalqa ötürülən, aşılanan simfonik musiqilər idi, sonra bəstəkar nəğmələr idi, mahnılar idi ki, nota yazılmışdı. Onlar xalqla ünsiyyətə, belə deyək, meyilli idilər. Belə deyək, dövlət hətta siyasəti var idi ki, xalqı yazılı mədəniyyətlə ünsiyyətə məcbur eləyirdi. Amma o yazılı mədəniyyət, Sovet hökuməti dağılan kimi meyxana show biznes gəldi və bizim indi mədəniyyətimizi fikir verin. Sadələşdikcə hara doğru gedir? İt boğuşturmağa doğru, xoruz döyüşdürməyə doğru. Meyxana, bax, üzr istəyirəm, televiziyalarımız meyxananı, o hippi hərəkatının, hippi nəzəriyyəsini bilmədiyinə görə televiziyalarımız meyxananı populyarlaşdırandan sonra Bakıda, xüsusilə şəhər mühitində belə deyək, xırda küçə xuliqanlığının sayı artıb. Siz indi məsələn televiziyaları hər gün açırsınız, yeniyetmə uşaqlar, bütün məktəblər oğlan uşaqları ciblərində pusaq aparır məktəbə, hamısının telefondan hamısında səbəbi meyxanadır. Buna mən razı deyiləm. Bəli, bircə dəqiqə, mən indi bunu izah eləyəcəm. Hippilər 60-cı ildə o zəncilər ki, Amerikada, Avropada kapitalistlərin bütün sərvətlərin üzərində oturmasına mütləq rədd etmə prinsipi ilə yanaşırdılar. Hər şey, kainatda olan hər şey, dünyada olan hər şeyi, İnkarçılıq. Heyvanlar arasında da, hətta onlar bitkilər arasında da bərabər bölünməyi tələb eləyirdilər. Və gücləri çatmadığına görə kapitalizm rejiminə onlar etinasızlıq göstərirdilər. Etinasız, yəni heç yerdə işləməmək, dövlətin qanunların qulaq ardına vurmaq, şəxsi güşənişin həyat yaşamaq. Və onların mədəniyyətinin 3 əsası var idi. Musiqi, narkotika və ifadəmə görə üzr istəyirəm, mən bunu deməliyəm, seks. Eyni şeydə kommunizm rejimində də baş vermişdi. Kommunizm rejimində də neydi? Rejimə qarşı gücsüz, zəif, pasiv müqavimət özün harada göstərirdi? Meyxanaçılıqda, belə deyək, siz deyək, içki düşdü. İndi Sovet rejimində narkotika icazə yox idi. Dövlət bunu bir mənalı yığışdırmışdı. Həmin Avropada olan, Qərbdə olan narkotik düşkünləri, hippiləri Sovet rejimində içki düşkünləri əvəz eləmişdi. O artıq biz öz yazıçımızı, şairimizi xilas eləməkdən ötürü deyirik ki, məsələn, növbəti nəsillərə paçlaşdırıb, yuyub, təmizləyib, təqdim etməkdən ötürü deyirik ki, Əliağa Vahid içki düşkünü olmuyor. Azərbaycanda ən yaxşı şairlər həmişə içki düşkünü olublar. Sergey Yeseninin də həyat tərzi nümunəvi olmayıb. Amma bugün Sergey Yesenin öz xalqının
əsl milli şairidir. Və onlar Sergey Yesenin haqqında çəkdikləri o filmlərdə də Yesenin həyat tərzini heç gizlətmədən, pərdələmədən verirlər. Haqqında da yazırlar. Bununla bərabər Sergey Yesenini milli şair deyib ona fəxr edirlər. Aha, yenə də yeni bir təyinatı aldıq. Məlum oldu ki, Əlağa Vahid Rus poeziyasında olan Yesenindən təxminən eyniyyət təşkil edir. Bizdə Onların görüşləri də olub. ha, görüşləri də olub. Amma mövzu görsən tükənmir. Əlağa haqqında nə danışırsan, Yesenin də gələcək bura, Axundov da gələcək bu söhbətə, bu məhkəməyə, belə deyək, 37-ci il məhkəməsinə. Bu göstərir ki, o özünün ruhu buradadır. Mən hiss edirəm. Yəni, çox mistik bir qəhrəman kimi görürəm Əlağa Vahidi və burada biz səs verməyə getməliyik. Veriliş öz vaxtını tükədir, bağışlayın, bağışlayın. Verilişdə hamı iştirak elədi. Mirzə Fətəli Axundovun da ruhu gəldi bura, Yesenin də ruhu gəldi. Mənə elə gəlir ki, bax burada bütün bax bu mübahisələrə son qoymaq, sözü poeziyaya vermək lazımdır. Üçüncü sualımız belə olacaq. O xərabət əhli olsa da, yəni inkarçılıq onun canındaydı, o repressiyaya məruz qalmadı. Məsələn, Müşfiq kimi repressiyaya məruz qalmadı, Hüseyin Cavid kimi repressiyaya məruz qalmadı. Baxmayaraq ki, ənənəçi idi, çünki ənənəçiləri götürürdülər və yenilikçilər lazım idi. Bütün bu təqiblərdən yan ötməyi bacardı. Sizcə, bax, bu nə ilə bağlı idi? Bax, necə oldu ki, o, bax, bundan kənarda qaldı? Firudun bəy, görürəm, siz buna cavab vermək istəyirsiniz. Hələ 20-ci ildə ümumi güllələnməli adamların siyasında Vahidin adı axırıncıdır. Birinci, Maarif cəbhəsində çox qabaqcıl adamlar, poeziya cəbhəsində öncül adamlar bir siyahı tutulmuşdu və Nəriman Nərimanova təqdim olunmuşdu ki, bu adamlar güllələnməlidir. Axırda da Vahidin adı idi. O da demişdi ki, kim bu siyahını tərtib edib onu güllələmək lazımdır. Bir başda Firidun bəy Köçərlinin adı idi. Düzdür, Firidun bəy Köçərlini xilas eləmək mümkün olmadı. Mənə elə gəlir ki, o siyahını eləyəni də güllələyiblər, elə düz deyirlər. Orada belə idi. Amma hər halda Nərimanovun etirazı hələ 20-ci ildə Vahidi xilas elədi. Amma Vahid təbii ki, xalqın ənənəsini qoruyub saxlayan, mədəniyyətini, mərifətini qoruyub saxlayan böyük simadır. Və şeirləri ilə də, ədəbi ilə də o bunu sübut elədi. Vahid elə bir eyib iş görməyib ki, xalqın nəzərindən düşsün. Nə içki düşkünü olub, nə latayır sözlər deyib şeirdə. Poeziyası da aydan arı sudan durudur. Və biz onu heç də kimyavi təmizləmədən keçirib gələcək nəsil ötürmək fikrində deyilik. İkicillik əsəri də var. Onun yerinə heç kəs də yazmıyor bu əsərləri, özü yazıb. Götürün, oxuyun, xalqın dərdi-səri də var orada, xalqın ürək çırpıntıları da var, sevgisi də var, arzuları da var. Sevinç xanım, siz necə cavab? Nə üçün o repressiyalardan yan ötməyi bacardı? İctimai fiqurlar haqqında danışanda biraz ehtiyatlı olmaq lazımdır. Amma biraz ehtiyatı pozub bəlkə də deyəcəm. Tərcümə halında gördük ki, Mircəfər Bağırova məktub yazıb. Mircəfər Bağırova məktub yazıb, 2 otaqlı ev alan adamı nəyə görə də öldürməli idilər? Arif bəy, siz nə deyərdiniz bu barədə? Əliağa Vahid təhsili yox idi, qeyd olundu. Amma həmin o Əliağa Vahidin, Mikail Müşfiqin, Hüseyin Cavidin, Cəfər Cabbarlının, Məşədə Azərin, Yusif, Əbülxalıq Cənnəti, bunların birləşdiyi, görüşdüyü məclislər var idi ki, o məclisdə oturanlar hərəsi bir o şərq ədəbiyyatının və ümumiyyətlə dünya ədəbiyyatının incilərini bilən ustadlar idilər. Onlardan təhsil almaq, onlardan dərs almaq. Onların bəziləri repressiyaya məruz qaldılar. Məsələn, Hüseyin Cavid repressiyaya məruz qaldı. O siz sadaladığınız imzalar. Amma Cəfər Cabbarlı da qalmadı repressiyaya. Halbuki onlar bir... Ömrü çatmadı da. Bəlkə də ömrü çatmadı. Ya, o şeyin içərisində deyildilər. Necə deyərlər, burulğanın içərisində deyildilər bəziləri. Məsələn, Məşədə Azər o dövrdə çıxdı Azərbaycandan, getdi Petrovskda, indiki Mahaçqala şəhərində müəllimlik yeridir. Fars və ərəb dillərindən getdi dərs deməyə. Yəni, bəlkə də hərə bir cür canlı qutara bildi. Amma Vahidin isə sözlərində, o şeirlərində, ədəbiyyatında, yaradıcılığında o dərinlik yox idi ki, onunla SSR-nin o sütunlarını laxlatsın. Bəlkə ciddiyə almırdılar Vahidi. Yox, niyə? Amma klassik ədəbiyyatda özür istəyirəm bir fikrim. Amma klassik ədəbiyyatın o bütün incəliklərini
bədii təsviri, istər bədii tərəfini, istər məani tərəfini, istər təsəvvüfün incəliklərini Vahid bilirdi. Təbii ki, o dairədə ki, dərs almışdı, o ustadları ki, görmüşdü, o incəliyinə qədər o dərinliklər bilirdi. Amma şeirində onlardan istifadə etsəydi, və bəzilərində edib, dila minnət çəkincə sən vəfasız aşinalərdən, yaxınlaş dərgəhi həqqə, uzaqlaş bivəfalərdən. Elə şeirlər var ki, onların içərisində o istilahları da verib, irfani istilahları, təsəvvüf istilahlarını. Amma onlara sadəcə açıqlıq gətirməyib. Və klassik ədəbiyyat da elə bir dərin yerdir ki, ora nə modernizm daxil ola bilir, nə postmodernizm daxil ola bilir, nə neoklasika daxil ola bilir. Ora daxil olmaq çətindir. Gərək oradan qidalanırsan, o tərz həyatı yaşayasan, o düşüncənin sahibi olasan ki, oradan çıxış eləyəsən. Bəsitdən səthi düşüncə tərzində olub, yaşam tərzində olub, orada daxil ola bilməsən. O təbii ki, onda Vahidi qəbul eləməyəcəksən. Yaxşı, Akşin, səncə, bəlkə sən bu suala cavab verəsən, nə üçün o bir repressiya məruz qalmadı? Biz ensiklopedik informasiyada da gördük ki, Sovet hakimiyyətinin qurulmağı Əliağa Vahid öz yaradıcılığında vəsf eləyib. Yox, çoxları vəsf eləyib. Ancaq repressiyada oldu. Məsələn, mənim özüm üçün də çox maraqlı olub və araşdırmışam ki, Mikayıl Müşfiq niyə görə repressiyaya məruz qalıb? Çünki repressiyaya məruz qalan yazıçılar, şairlərin hamısı yaradıcılığında şübhə gəzdirən şairlərdir. Rejimə qarşı bir şübhələnən şairlərdir ki, onların yaradıcılığında, əsərlərində Sovet rejiminə, Sovet ideologiyasına qarşı nə vaxtsa hətta nəsə yazıla biləcəyi şübhəsi ilə ya həbs edirdilər, ya sürgünə göndərirdilər, ya da məsələn Brodski kimi ümumiyyətlə tüfeyli həyatı yaşamaq adı ilə ölkədən qovuldular. Və mən məsələn Müşfiqin yaradıcılığını oxuyanda məhz bu nöqteyi nəzərdən oxudum ki, bunun yaradıcılığında nə ictimai bir belə deyək də təhlükə var ki, bunu güllələyiblər. Mən belə bir təhlükəni görmədim. Və sonra axtara-axtara təsadüfən qabağıma artsa bir mənbədə oxudum ki, Mikayıl Müşfiq öz şair dostlarının yanında hansısa bir tədbirdə Stalinin büstünə tüpürüb. Və öz sözsüz ki, şair dostları gedib Danost yazıblar, Stalinin büstünə tüpürdüyünə görə də Müşfiq güllələnib. Yəni onun yaradıcılığının heç bir ictimai ideoloji təhlükəsi olmuyor. Eləcə də mən düşünürəm ki, Əliağa Vahidin də yaradıcılığının heç bir ictimai ideoloji, siyasi təhlükəsi yox idi və ona görə də o məsələn tutaq ki, amma belə deyək, müəyyən dairədə xalqın müəyyən zümrəsi var ki, məsələn bu günlər tutaq ki, onlar meyxananı sevirlər. Biz gedib meyxananı onların əlindən ala bilmərik ki. O adamın zövqü o səviyyədədir. O adam poeziyanı o cür dərk eləyir və o cür dərk elədiyi şeydən zövq alır. Zövq seçimi azaddır. Xalqın, o dövlətin müəyyən siyasi xalqla ünsiyyəti əslində Əliağa Vahidi repressiyadan xilas eləyən Əliağa Vahidin xalqla ünsiyyəti deyildi. Dövlətin xalqla ünsiyyəti idi. Yəni rejimin xalqla, kommunist rejiminin xalqla ünsiyyəti idi. Ki Əliağa Vahidi xilas edir. Ancaq mən bu suala cavabım var, öz cavabım var və bu cavabı mən Larzər xanımın dilindən eşitdim. Talih. Verilişimizin indi iştirakçısı yarandı. Talih. Əliağa Vahidi məncə Talih idarə edib. O salamı yerinə gətirir. Ola bilər ki, bax, bizim qonağımız Salam bəy olsaydı, o Talih mövzusunda çox şeylər yazır, o mənim fikrimə bir qanad verərdi. Mənə elə gəlir ki, bəli, Talih Əliağa Vahid yaradıcılığının, həyatının çox fəal bir üzvü olub. Və Larzər xanım, çox sağ ol ki, siz o talihini və onun həyatında həll edici sözlü demiş talihi bu cür rəmzi bir işarə ilə qeyd etdiniz. Hökmdar və şair mövzusu Əliağa Vahiddən kənarda olmayıb. Əliağa Vahid çox yaxşı bir, deməzdim, aktyor. İnsan kimi bax, bu tamaşada iştirak edib, bu tamaşanın bütün dramatizmini hiss etməkdən ötürü gəlin Mirşahin Ağayevin ifasında Əliağa Vahidin bir şeirinə qulaq asaq. Əvvəlimdən salam olsaydı əgər başa bizi, cəhlimiz salmaz idi bunca dağa daşa bizi. Azacıq elmimiz olsaydı əgər əsrə görə, boyun əydirməz idi qonşuya yoldaşa bizi. Nə hünər var, nə bilik var, nə də ki dövləti mal, ita atsan da yeməz, hiss eləməz laşa bizi. Şübhəsizdir tüpürər surət idbarımıza, göstərən olsa bu sima ilə nə qarşı bizi. Üzü dönsün görmə ağuya dönmüş çörəyin, yaxşı möhtac elədi. Azərbaycan ədəbiyyatı Əliağa Vahidə qədər
klassik ənənəsində çox elitar bir sənət idi. Yəni çox məclis ünslər qapalı idi. Əlxas insanlar orada iştirak edə bilərdi. Ancaq Əlağadan sonra biz görürük ki, bu divarlar elə bir sanki aşağı salınır. Mən deməzdim səviyyə. Divarlar elə bir götürülür. Qəzəl, klassik şeir ənənəsi xalqa daha çox elə bir ehsan verilir. Bir məclisdə ehsan verilir. Siz necə düşünürsünüz? O islahatçıdır. Bizim bax bu klassik şeirimizdə islahatçıdır. O neydi? Bizim şeirimizdə neydi? Bax bunun cavabını sizdən gözləyirəm. Əvvəla bütün o kaşanələr uçuldu. 20-ci 30-cu illərdə təzə ideologiya, kommunizm ideologiyası başladı. Və ənənədən gələn bütün irfan simvolizmi, irfanın canı, fəlsəfəsi aradan çıxarılmaq məsələsi ortaya qoyuldu. Ona görə də muğama, tara hücumlar oldu. Bilirsiniz ki, 26-cı ildə tarı müzakirə qoydular ki, tar bizə lazım deyil. Çünki muğam ağlamaqdır, yazdır. O cümlədən də klassik şeirlər hamısı Quran-ı Kərimlə, dinlə bağlıdır. Ona görə də bunlar sıradan çıxmalıdır. Əlbəttə ki, o böyük kaşənələr uçanda balaca xarabalıqlar əmələ gəldi. Vahid o balaca xarabalıqların içərisindən o xəzinənin yerini göstərdi. Adətən xəzinə xarabalıqlarda olar. Və o xəzinənin yerini göstərdi o şeirləri ilə. Düzdür, çap olunmaq üçün, cəmaat içində yayılmaq üçün o simvolizmdən, o irfani işarələrdən qaçmaq nə qədər çalışdısa da buna nail ola bilmədi. Hər halda onun şeirində bu simvolizm də var, o işarələr də var, irfanın ruhu da var. Yəni islahatçıdır. İslahatçıdır. Nə mənada islahatçıdır? Tərtəmiz Azərbaycan dilini gətirdi qəzələ, tərkiblərdən xilas elədi. Mən demirəm bu yaxşıdır. Amma tərtəmiz Azərbaycan dilində o tərkibləri tərcümə eləmək də mümkün deyil. Çünki əruzun da tələbləri var. Azərbaycan dili əruzun bilirsiniz ki, ritminə uyğun deyil. Baxmayaraq ki, 2000 il bundan qabaq, 3000 il bundan qabaq da əruzda şeirlər var idi. Yəni Azərbaycanca şeirlər vardı. Xalq şeirimizdə bayatların çoxu əruz vəzindədir. Biz onu hecə vəzində kimi öyrənirik. Əgər hecə vəzində olsaydı heç muğamlarımızda bayatlar da olmazdı. Biz Əliağa Vahidi əlbəttə ki, yenilikçi şair kimi görürük. Çünki o zamanın problemlərini meyxanaların içində, həcvlərinin içində çox gözəl göstərə bildi. Xalqa nə lazımsa onu verdi. Əliağa Vahid nə bacarırsa onu hamısını elədi. Ona görə də hörmətə layiqdir. Arif bəy, siz necə düşünürsünüz? O islahatçı idi. Məncə dil baxımından, çünki 20-ci illər ki, artıq Sovet ideologiyası qədəm basmışdı Azərbaycana və sosializm daha doğrusu Azərbaycanda hökm sürürdü. O dövrdə dil baxımından dil çox qarışıq bir dövr idi. Bakı şəhəri şəhər də olsa mühitinə görə beynəlmiləl bir şəhər idi o dövrdə. Kəşfiyyatçıların məkan tutduğu bir şəhər idi. Rus, İngilis, Türk, Fars ideologiyasının o necə deyərlər parçalandığı, bölündüyü bir şəhər idi. Ona görə dil mövzusu burada çox vacib idi. Sadəcə yəni dildə islahatçıdır, məzmunda? Dildə islahatçı idi, məzmunda isə daha çox hissiyata yaxın şeirlər yazdı. Yəni o dərin tərkibli, o metafizik söykənəcəkləri nisbətən yumşaltdı. Və irfani, hikmət məsəl üçün məqamları var ki, şeir yazılarsa bir fikrin üzərində yazılır. O fikir ora qədər itilənir ki, o bir hikmətə çevrilsin. Bizim dillə bir zərb-i məsəl səviyyəsinə qədər gəlib çata bilsin. O hikmətə qədər çevirəcək dərin fikirlər əvəzinə xalqın başa düşdüyü dildə, səmimi dildə, sadə dildə insanların hisslərinin üzərində fikirlər yazmağa başladı. Yəni, yaradıcılığı daha çox onun hissiyyat üzərində quruldu. Daha çox. Amma baxmayaraq ki, klassik ədəbiyyatın adət və qayda və qanunlarını saxladı. Sevinç xanım, siz necə düşünürsünüz? O islahatçı idi. Mən bu islahatı təəssüflə qəbul edirəm. Yəni, belə deyim də, Axundovun alt-üst eləmək siz axı islahatlar tərəfdarısınız. Ne üçün bu Əliağa Vahidi islahatı çox görürsünüz? İndi izah eləyəcəm sizə. Axundovun alt-üst eləmək istədiyini Əliağa Vahid öz yaradıcılığı ilə əyani şəkildə etdi. Yəni əslində maraqlı fikirdir. Çox maraqlı fikirdir. Əslində o, yəni o ciddi klassik ədəbiyyatı, belə deyim də,
gizlətdi öz sadə, bəsit yaradıcılığı ilə. Bax, burada mən qətiyyən sizinlə razılaşa bilməm. Mənə elə gəlir ki, ədəbiyyatın böyük bir nailiyyəti də onun sadəliyi olmalıdır. Yox, bir şey deyim Bax, sizə, siz sadəliyi və çox mən bayaqdan fikir verirəm, sadəliyi bəsitlik kimi əvəz eləmək istəyirsiniz. Əliağa Vahiddən söhbət gedəndə bəli. Məncə, xalqla çox yaxşı təmas nöqtəsi qoymalıdır. Bax, bayaq siz dediniz ki, bəli, dil baxımından çox böyük islahatlar keçirdib. Dil islahatını eləyib, hökumət kimi yox. Hökumət də o dövrdə islahat aparırdı. Əliağanın islahatı başqa idi. Mənə elə gəlir ki, bizim ədəbiyyatımıza sadəlik lazımdır. Yox, əgər əruz vəzni, türk dili əruz vəzni üçün müsait deyilsə, türk dilində heca şeiri daha gözəl alınırsa, sərbəst şeir daha gözəl alınırsa, niyə də biz qondarma əruz yaratmalıydıq ki? Və indi gəlin biz dilimizdə olan ərəb fars sözlərini çıxardaq. Onda bizim dilimiz lüt qalacaq. Niyə o boyda zəngin dilimiz var idi? Çünki o sözdən istifadə və xalq da normal başa düşürdü, qəbul edirdi bunu. Və ümumiyyətlə mən bir şey deyim. Əliağa Vahid fikrim yadımdan. Xilas eləyin, xanımı xilas eləyin. Xilas eləyim, bir centilmenini eləyim. Əliağa Vahid dili sözsüz ki, sadələşdirdi. Əliağa Vahid belə dayanmazdı. Sadələşdirdi. Dilimizdə belə deyək ki, ərəb-fars mənşəli sözlərin yerinə qəzələ xalis belə deyək, sadə öz sözlərimizi gətirdi. Amma Əliağa Vahidin gətirdiyi dillə sonra Azərbaycanda hansı ədəbiyyat yarandı? Hansı masştabca, mövzu miqyasınca böyük olan bir ədəbiyyat yarandı? Məsələn, Əliağa Vahidlə yenə də paralel aparacağım mən, çünki onlar eyni dövrün yazıçıları, şairləridir. Hüseyn Cavid. Bax, həmən ideologiya, bəyin dediyi ideologiya ki, irfandan uzaqlaşdırmaq ədəbiyyatı, mədəniyyəti, xalqı, şərq təsəvvüründən uzaqlaşdırmaq, eyni Hüseyn Cavidə dəstur olmuşdur. Sadəcə elementar bir şey deyirəm. Hüseyn Cavidin əsərlərinin, yazdığı mövzuların adını burada sadalayaq və onun mövzularının masştabına, miqyasına baxaq. Peyğəmbər, İblis, Şeyx Sənan, yadıma salın, xahiş edirəm ki, başqa, Topal Teymur, bu dedim onu. Yəni siz təsəvvür eləyin, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında araşdırdığı, yazdığı mövzulara baxın. Və onun müasiri olan Əliağa Vahidin Azərbaycan ədəbiyyatına gətirdiyi mövzulara bax. Dəxli yoxdur, hər kəsə. Dəxli xeyr, çoxdur. Dəxli ona görə çoxdur ki, Əliağa Vahidin arxasıca... Mənə elə gəlir ki, biz 37-ci ildə repressiya olunmasa da Əliağa Vahid, indi Əliağa Vahidi repressiya məruz qoyuruq. Baxıram sizə, siz onun 37-ci il məhkəməsində çox yaxşı belə ittihamçı kimi də çıxış eləyə bilərdiniz. Bağışlayın, bağışlayın. Bu qırmızı rəngdə o dövrün o oturacaqlarına çox bənzəyir. Qətl, biz burada onun qətlinə, məhkəməsinə yığılmamışıq. Ancaq bu mənə maraqlı göründü. Demək, bunu doğrudan repressiya eləməyə meyil var. Mən ona görə deyirəm ki, yəni bax, dava elədiyim mövzu davası nəyin üzərindədir? Mən demək istəyirəm ki, Azərbaycan ədəbiyyatı o böyük mövzulardan uzaqlaşdırıldı əslində. Və xırda mövzularla, məsələn, bizim Səməd Vurğun boydan şairimiz ekskavatora şeir yazırdı da, poemalar həsr eləyirdi. Mən o günləri televizorda... Mayakovski də yazıb, futuristlər həmişə yazıblar. Yox, bilirsiniz necədir? Mayakovski özü başa düşürdü. Özü etiraf edirdi ki, mən Sovet ideologiyasının şairiyəm. Bunu özü deyirdi və əcəb deyilirdi. Bunu sözü deyəndən sonra mən də yazarım traktora şeir. Yox, bax, mənə düşündürür ki, Arif bəy, klassik ənənəmizi çox gözəl bilirsiniz. Necə düşünürsünüz? Doğrudan bax, bu repressiya, bax, bugünkü məclis deyirdi o repressiyalardan yan ötdü, yan ötdü. Mən baxıram ki, xalqın gözündə, hər halda oxumuş ziyanlarımızın gözündə heç də repressiyalardan uzağa düşməyib. Məcazi mənada onun məhkəməsi gedir, özü bu məclis də müəyyən qədər ona bənzədir. Bu nə üçün baş verir? Nə üçün o indiyəcən hamını həyəcanlandırır? Nə üçün biri deyir ki, o bəsitdir, biri deyir sadədir. Eyni halda xalqın könlü bu adamladır. Heç kim dəyişməyəcək. Heç kim Vahidi vahidlikdən çıxarda bilməz. Bəli. Nə olduğu zirvədən endirə biləcək, nə də ki onu daha yuxarı qaldıra biləcək. Vahid nəticəli odur. Yəni nə səviyyədədirsə orada da qalacaq. Şeiri də, gücü də, onun hörməti də, məhəbbəti də insanların qəlbində. Amma başqa məsələ var. Yəni məcburdurmu bütün şairlər eyni mövzularda yazsınlar və ya eyni cür yazsınlar və yaxud məcburdurmu hər bir yaradıcı istəklər
bayaq söhbət o getdi ki, sənət üçün yaratmaqdan söhbət getdi. İstəyi ilə insanların kütlənin və yaxud ideologiyanı yazsınlar və yaxud məcburdurlarmı onlar ancaq insanların beyninə hökm eləsinlər, düşüncəsinə, məcburdurlarmı onlar cəmiyyətin dəyişməsinə ancaq hökm eləsinlər. Xeyr, şair azaddır. Şairin elə şairliyi bundadır. Yaradıcılıq elə bu deməkdir ki, sən o qədər azad olasan ki, istədiyin mövzuda, istədiyin yolla, istədiyin insanın qəlbinə təsir eləyəsən, hissiyatına təsir eləyəsən, heç təsir eləyəsən, onun zövqünə oxşayasan. Fərqi yoxdur qarşısındakı insan kimdir və hansı cəmiyyətin sinfinə aiddir. Vahid şairdir. Birinci növbədə bunu nəzərə almaq lazımdır. Bir dənə də sual var. Bax, yenə də sualı Qəlbindən sizə... keçən beyninə çevrilir. O şeiri yazırdı, yoxsa deyirdi? Şeir deyilər bizim şərqdə şeiri deyərlər, yazmazlar. Şeir yaranar, sonra köçürürlər varağa. Varağı köçürə-köçürə onu yaza bilməzsən. Bu fərqi odur da. Aha, siz yazırsınız, o deyildi. Postmodernizmin Sadə bir fərqi. sualla Vahidin ədəbiyyatdakı yerini deyəcəm. Aha, de. Məsələn, Özümə gəldi. fikrim yadıma düşdü. Mövzu atıram ortaya məsələn. Füzulinin poetikası. Aydındır. Yəni bu ətrafında danışılacaq şeylər təsəvvürdə oyana bilir. Nəsiminin poetikası, Cavidin poetikası, Əliağa Vahidin poetikası. Nə qədər absurddur. Absurd Siz bayaq dediniz, bağladınız taleyi. Müdafiə olunur. Yəni son dərəcə gəldi, absurd bir şeyin üstündə dayandı. Mistikanın üstündə dayandı onun qurtuluşu, repressiyadan qurtuluşu. Real bir şey olmadı, tale. Absurd, əllə tutulmayan, gözlə tutulmayan, görülməyən bir şeye gəldi bağlandı. Tale sözünü, bizim tale möhümünü bizim bu tartışmaya atmış Laləzər xanım. Bax, tale, bax, məssiz tale rolundasınız bugün. Deyin, deyin. Onda icazə verin, elə Vahid taleyinin belə laübalılığından danışım. Danışın. Vahid Tale özü danışır. Vahid taleyi elə laübalıdır ki, vəfalı bir qıza bənzər laübalıdır könlüm. Nə qədər şirin, nə qədər poetik, nə qədər musiqili. Və musiqili deyəndə bu dəmdə mənim yadıma rəhmətli Əkrəm Cəfər müəllimin o deyiniş tərzi düşdü. Və Əkrəm Cəfər bilirsiniz də Azərbaycanda əruşşünaslıq elminin yəni zirvəsidir. Əkrəm Cəfər rəhmətlik Əliağa Vahid haqqında yazdığı bir yazıda bunu qeyd eləyir. Xüsusilə qeyd edir ki, Əliağa Vahidin poetikası hələ öyrənilməyib. Onun bəyanı, onun məcaz metaforası dünyası hələ incələnməyib deyə, hələ Vahidin böyüklüyü ortada deyil. Vaxt gələcək. O özü bunu onun üçün yazırdı ki, rəhmətli Məmməd Nuri ilk dəfə, onu da qeyd eləyək ki, Əliağa Vahid haqqında elmi əsərin, yəni müdafiənin müəllifi olubdur. Və Məmməd Nuriyə bunu müraciətlə yazır ki, hələ sən çox az yazmışsan. Yəni, Vahidin elmi şərhi olmayıb. Vahidin poetikası hələ açılmayıb. Yox, bu siz alim kimi danışdınız. Mən Əkrəm Cəfər, yox, mən deyəcəm. Əkrəm Tale kimdə danışacaq? Mən xanımın sözünə, yəni münasibət bildirməni yazdım ki, əgər Əkrəm Cəfər bir alim olaraq, bir ədəbiyyatşünas olaraq Əliağa Vahidi qəbul edib, bu bir tərəfi. Tale kimi yenə də onun üstünə gəlirəm ki, Vahidin taleyi elə xoşbaxt tale idi ki, mən həmişə bu sözü deyirəm. Mən tanıdığım ədiblərin içərisində Vahid qədər sevilən, Vahid qədər təmənnasız məhəbbət qazanan mən ikinci şair tanımıram. Bunu Tale deyir. Bunu mən Laləzər xanım yox, mən deyərdim ki, Taleyin özü deyir, doğrudan da bu fenomendir. Çünki Vahid bayaq dediğimiz kimi... Biz onun 90'larda bir sadaladıq. Biz ona məhkəmə qurduq burada 37-ci il məhkəməsinə bənzər bir məhkəmə və mən sənə deyim ki, onun 90'larını bir sadaladıq. Gördük ki, 90'ları güya belə deyək də, mən razılaşmıram o 90 sözünə, güya 90'lar var. Eyni halda xalq onu sevir. Xalq doğrudan sevir. Yəni ki, biz boynumuza almalıyıq ki, xalq şair deyəndə, biz söhbətimiz başladı xalq şairi mövzusundan da ki, xalq şairi heç kim istəmir. Siz istəyirsiniz xalq şairi olmağı? Dosta zəng var sizdə. Dosta zəng. Autoriyan köməyindən istifadə edirəm. Ancaq mən sizə deyim ki, xalq şairi anlayışı bizdə doğrudan da məhfumu Əliağa Vahidə aid ola bilər. Çox sadə, bəli sadə yazıcıdır. Bəli xalqla təmas qurub,
onun əhvalatlı, canlı həyat tərzi bugün də xalqın dilində gəzir. O şifahi xalq ədəbiyyatına çevrilib. Muğamat ifaçıları hamısı bir mənalı şəkildə ona müraciət edir. Muğamatımızın dilinin sadələşməyində, ümumiyyətlə muğamatın xalqa yaxınlaşmağında Əlağanın, mən deyərdim, rolu həddən artıq böyüdü. Siz necə bilirsiniz? Burada çıxdı ki, onu talih həll edir. Ümumiyyətlə, hər bir sənətkarın, sənət adamının, mənə elə gəlir ki, o dövlət quşu deyirlər, mənə elə gəlir ki, istedadla yanaşı, təhsillə yanaşı, insanın bəxti də olmalıdır da. Vahidin bəxti, üzr istəyirəm, Vahidin bəxti dövlətdə, malda, şərəf nişanı ordenlərində, vəzifələrdə olmadı. Amma həqiqətən ümumxalq sevgisində oldu. Siz necə düşünürsünüz Arif bəy? Doğrudan o bəxtli bir şairdir, bəxti olub. Belə deyirlər də bu nəticəyə gəlib, bütün söhbət, bu məhkəmə ona gəldi ki, bəxti olub. Əgər biz buraya yığışmışıqsa bu gün və Vahidi müzakirə eləyiriksə, əgər Vahid haqqında şeirlər səsləndirilirsə, bu qədər insan bura cəm olubsa, yəqin ki, bu kişinin bəxti var ki, bu insanlar cəm olub, bugün ölümündən 50 il keçəndən sonra yenə yad olunur, yenə onun haqqında söhbətlər, yenə onu bəyənməyənlər var, yenə onu sevənlər var və bir də mən bir şey deyim, adətən bir bəyənməmək üçün Vahidi, heç bəyənməmək üçün Vahidi, heç olmasa onun yarısı qədər olasan gərək. Bir əhvalat danışmaq istəyirəm. Vahidin kitabı çıxmışdı, Qəzəllər kitabı. O 2 saatdan sonra o kitabdan bir nüsxədə qalmamışdı. Ona paxıllıq eləyənlərdən biri Mərkəzi Komitəyə məktub yazmışdı ki, Vahidin kitabını indi satışdan almaq mümkün deyil, ona əl altından satırlar. Vahidin ümumiyyətlə kitablarını çap eləmək lazım deyil ki, o alverçiliyə rəvac verir. Əslində, bu deməli, bu məktubu ilə Vahidi tərifləmişdi, özünün də xəbəri olmadan. Bir şair kimi Vahidin əlbəttə ki, bəxti vardı, taleyi vardı. Amma bir insan kimi o çox məzlum yaşayıb. Demək, bir insan kimi bəxtsiz olub, şair kimi bəxtli olub. Nəticəyə gəldi ki, tale özü onu idarə edib, tale ilə eyni bir qafiyədə olmaq hər insanın işi deyil. Yəni, əgər bu şeirdə qafiyə axtarırmışsa Əlağa Vahid, bu heç. Ancaq o tale ilə həm qafiyə olmağı başarırdısa, demək, şeş qoşadım. Udub oyunu, bu nərdə udub? Mən, məsələn, belə fikirdəyəm ki, çox bəxtli şairdir. Hətta ona qibtə eləmək olar. Bəli, sağdədir, mən də boynumu alıram. Ancaq eyni xalqda xalqın, Azərbaycan xalqının bugün şair, xalq şairi bildiyi kəs məhz Əlağa Vahiddir. Onun həyatı da mən sizə deyim ki, bax, o lətifələr, danışıqlar o qədər canlıdır ki, o qədər təsir edici ki, şeiri qədər, əhvalatlar. Məsələn, Əlağa Vahid, eşitdiyimə görə çox siqaret çəkir. Bir filmdə də dəqiqə bə dəqiqə göstərirlər. O qara Kazbek atlısının üstündə olan o necə açır, Kazbeki götürür, alışdırır. Buna deyirlər, çox çəkirsən. Cavabı nə olsa yaxşıdır. Adamın sağlam ölməyə heyfi gəlir. Məsələn, çox şairanə cavabları varmış. Mən eşitdiyimə görə onlar öz aralarında canlı təmas vaxtı da şeirlə danışırmışlar. Siz neysə bir nümunə gətirdi, onu təkrarlaya bilərdiniz. Rəhmətli Ələkbər Şahid, yaşımızın fərqinə baxmayaraq bizim dostluğumuz vardı. Deyirdi ki, biz 17 ildən çox Əliyə Vahidlə hər gün, hər saat bir yerdə olmuşuq. O danışır ki, bizim adi danışığımız da şeir idi. Maşınım xarab idi, deyir. Gelmişdim onun için kardan axtarmağa. Səhər sübh tezdən gelmişəm ki, biraz ucuzunu tapım. Yolda Əliyə Vahidə rast gəldim. Dedi, Ələkbər, hara gedirsən? Dedim ki, istəyirəm bir dənə kardan tapım. Vahid o saat dedi ki, bilməyirəm mən onu hardan tapım. Artıq şeir başladı. O dedi, mən dedim, biz şeir deyə dedik belə, adi məişət söhbətləri belə şeir üçün bir mövzu verirdi. Yaxşı, bax, siz özünüzə şair deyirsiniz də, hə? Bax, diyordu, Əlağanın yan qabağında şair deyirsiniz, çox məsuliyyətli bir məsələdir. Əlağa Vahid mövzusunda kiminsə oturub özünə şairdir. Qafiyəni götür, necə idi qafiyə orada? İstəyirəm bir dənə kardan tapım, bilməyirəm mən onu hardan tapım. Buyur şair. Düşün də o qafiyənin ardını götür. Götür, görüm necə götürə bilirsən. Mən Qəzəlxan Meyxanası deyən adı deyiləm. Demək, sərhədlər var. Mən orada pas. Kardan söhbətində mən pas.
fikir verin. Əlağa Vahid heç karğanın da qabağında dayanmayıb. Başa düşdür? Onu da poeziyaya gətirə bilib və gülüş doğura bilər. Gülüş doğura bilər. Ancaq o deməkdir ki, onun istedadı nə istəyirsən ram eləməyi bacarıb. Bacarıb. Bayaq dediniz o bəxt məsələsində bir şeydir. Əliağa Vahidin yazıb yaratdığı dövrdə Azərbaycan xalqının düşdüyü vəziyyətdə, ictimai-siyasi vəziyyətə baxaq və burada mən məsələn belə qənaətə gəlirəm ki, Əliağa Vahid bədbəxt xalqın xoşbəxt şairi idi. Yəni bu mənadadır Vahidin bəxtli şair olmasının səbəbi. O dövrdə Azərbaycan xalqı İnsan kimi bəxtsiz idi, onu dedik. Mən insan kimi ümumiyyətlə söhbət şəxsiyyət vəsiqəsidir verilişin adı, amma burada biz daha çox yaradıcılığı müzakirə edirik. Bilmirəm, hələ biz axırda Vahidə şəxsiyyət vəsiqəsi verəcəyik yoxsa yox. Sən verirsən, hə? Mən yəqin ki, onun nəslinin ədəbiyyatda davamçısı kimi mən təklif edəcəm ki, verək onu. Xalq şairi adını? Xalq şairi adını geri alayım. Geri alma. Sən necə? Xalq şairi... Halal eləyirsən ona bu sözü. Halal xoşu. Halal xoş olsun. Bax, bu da yenə də bəxt da, taledir. Bax, özünün ruhu burada, Əlağanın ruhu iştirak eləyir. Özü bax, sənin səhvlərini düzəldir. Halallığını da aldı səndən, şükür. Siz necə bilirsiniz? Hər insanın istər həyatında, taleyində, istər yaradıcılığında nöqsanı ola bilər. Hər bir adamın bir başqasına iradə ola bilər. Bu mümkündür. Və bunu bayraq eləmək də düzgün olmazdı. Əks tərəfində bunu qəbul etməyi, mən bilirdim qəbul edəcəklər. Amma yox, amma xalq şairi termini... Karğandan son başladı, ha, Karğana qədər belə döyürlər. Xalq şairi bir ifadəsi yaranandan bu yana, əgər bir şəxsə verilməlidirsə, bu şair, həqiqətən o xalqa mənsub olan bir şair, o Əliağa Vahid olmalıydı birinci. Lalazer xanım, siz necə bilirsiniz? Xalq şairi, yaxud xalqın şairi. Mən deyim ki, Vahid o qədər təvazö insan olub ki, mənə elə gəlir ki, heç Vahid o rəsmi titulu istəməyib. Heç bugün də bugün heç istəməzdi. Əsl sözü elə mən əvvəldə dedim ki, xalqın şairi. Mirzə Ələkbər Sabir də xalqın şairi olubdu. Bax, xalqın şairi Vahidə ən çox yaraşan bir sözdür, ifadədir. Siz necə qısaca? 1938-ci ildə birinci dəfə olaraq xalq şairi titulu yarandı. Mükafatlar verildi. Kimə verildi? Stalini tərifləyənə, o quruluşu tərifləyənə. Yəni bunun üçün dərdən qabıqdan çıxana. Əlbəttə ki, Vahid o cərgədə deyildi. Vahid o cərgəyə qoymurdular. Vahid Stalini ürəkdən tərifləməyib. Düzdür, zamanın problemlərini yazıb. Hitlerlə də bağlı yazıb. Müharibədə xalqın qələbəyə inamını da yaradıb, yaradanlardan biri olub. Bu mənada əlbəttə ki, ona xalq şairi titulu düşərdi. Amma verilmədi. Xalqın şairi adınısa əbədi qazandı. Yəni, onda görə xalq özü nə deyir? Aqillərin belə bir sözü var ki, deyir biz keçmişimizə güllə atsaq, gələcək bizi topa tutacaqdır. Biz bugün Əliağa Vahidin ünvanına o qədər yaraşmayan sözlər burada işlətdik ki, bəlkə də onun repressiyaya məruz qalmaması üçün burada təəssüfləndik. Düzdür, Əliağa Vahid Stalin repressiyasının qurbanı olmasa da, bugün burada oturanların qurbanı oldu. Ona görə ki, bu heç də Əliağa Vahidə yaraşan bir hal deyildi. Səbr eylə, könül, möhlət-i hicranə tələsmə, dərd əhli yetər, səbr ilə dərmanə tələsmə. Kam almayacaq ayrılığa bais olanlar, aşiq yetəcək sevgili cananə tələsmə. Yusif də Züleyxanı məhəbbətlə sevirdi, saldırdı Züleyxa, onu zindana tələsmə. Bayaq taley məsələsindən söhbət düşdü. Mən deyərdim ki, yəni Əliağa Vahidə əslində bir taley yox, xalqın sevgisi qorudu. Elə repressiyalardan da və tarixdə də elə öz xalqın sevgisi qorudu. Görünür ki, dövlətin də Vahidə bir sevgisi vardı ki, onu repressiya qurbanı etmədi. Çox qəşəng müşahidədir. Taley yox, sevgi. Lalazer xanım, sizin bax bu taley sözünüzü tamaşaçı redaktə edib onu sevgi şəklində saldı, gözəldir. Siz nə deyərdiniz? Əliağa Vahid gözəllik şairidir. O vətəni də tərənnüm edəndə
gözəlliklə tərənnüm edib. Əliağa Vahid xalqın sevimlisisə, demək xalqın şairidir. Mən belə deyə bilərəm. Əliağa Məmmədquluoğlu İskəndərov 1895-ci ilin fevralın 18-də Bakıda anadan olub. Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Əliağa Vahid inqilabı təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeirlər yazıb. Əliağa Vahid Azərbaycan poeziyasında Məhəmməd Füzuli və Seyid Əzim Şirvanidən sonra üçüncü böyük qəzəl zirvəsi hesab edilir. Əliağa Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir və xanəndələrin repertuarında mühüm yer tutur. O Nizami Gəncəvi, Əfsələddin Xəqani və Məhəmməd Füzulinin qəzəllərini Azərbaycan dilinə tərcümə edib. Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova repressiya ilə bağlı bir siyah veriblər. Onun da adı orada olub. Mircəfər Bağırov Vahidin adının üstündən xət çəkib ki, bütün günü sərxoş olan adamdır. Ondan bizə nə ziyan gələcək? Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağıtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib. Qəzəlxan filmi şairin həyat və yaradıcılığından bəhs edir. Əliağa Vahid 1965-ci ilin oktyabrın 1-də Bakıda vəfat edib.